Sizin başka manbalar hamısı ne kadar? Bak Nuri Halabi. Ömer Fatih'ini vurdu öldürdü. Açılan Bakıran hadisi işin Nur abileri kezzap çıkıyor. Sen Rabi. Ömer de bana neyim delil getirirsin. Yok Siri Halabiye'de Nuruddin Halabi getirir. Ve başka manbalarda gelir ki Zeyd ibn Erkam der ki Fakuntu fi men katama. Ben igrar edemedim. Fazla basari. Benim gözlerim kör oldu. Ve sizin mesela için başka manbalarda Mucam-ı Zavaid'de Heysemi getirir. Der ki Zeyd ibn Erkam orada igrar edemedi. Allah Teala onun gözleri kör eledi. Ustulgabada İbn Asir Cezari bunu getirip Nuruddin Halabi Siri Halabiye'de getirip ve İbn Məğazali Şafii deməli öz kitabında Manaqib Ali ibn Əbu Talib'də getirir ki neçə dənə sahabı orada kitman elədi, həqiqəti demədi. Əbu Abdullah Əl-Addini İkbal-ı Təhsibül Kəmal'da getirib bunu. Zeyd ibn Erkam iqrar eləmədi və Həzrət Aleyhisselam nifrin elədi, onun gözləri kör oldu. Ne için bunlar Kadir-i Xumi iqrar eləmədi? 25 ildən sonra Həzrət Ali xəlifə olanda rəhbədə bundan iqrar elədi. Bazı sahabeler demek olar ki iqrar eləmədi. Ne vardı ki Kadir-i Xumda? Bunlar onu gizledirdilər. Hazreti Ali onları qarğış eləyirdi. 4-5 tane tanıtın əhl-i sünnə mənbələrində. Ne desen de. Bəli. Ne desen de. Ne zamana kimi əhl-i sünnətdə Əl-Buxari var. Müsnəddə Əhmədin Müsnədi var. Ne zamana kimi. Ve ne zamana kimi Əl-Beyhaqi var. Ne zamana kimi İbn Kəsir var. Sen bize o birisi təhrif olunmuş içine şaz ve kəzzab raviler sokulmuş kitablardan sen bize delil getirebilmezsin. Rəhbə məntəqəsində Osman öləndən sonra Ali xəlifə olanda rəhbəyə keçirdi Kufaya. Rəhbə deyilən yerdə dedi ki kimin yadındadır Kadir-i Xum? Neçə dənə sahaba iqrar eləmədi, Həzrət Ali onları nifrin elədi. Siz bana dediniz ki Kərbəlayı Teymur siz gərək İbn Kəsirdən gətirəsiniz, Musnad Əhməddən gətirəsiniz. Bax neçə dənə kitab gətirdin, Heysəvidən gətirdin, qəbul eləmədiniz, Təbaranidən gətirdin, qəbul eləmədiniz. Deməli İkbal-ı Təhsibül Kəmal'dan getirdim, qəbul eləmədiniz. İndi siz deyən kitabdan gətirirəm. İbn Kəsir Əl-Bidayət və Nəhayyə 5-ci cildinin 211-ci səhifə. Yazır ki sənədi ilə gətirir. Qısa deyirəm, sənədini demirəm. Deyir ki Həzrət Aleyhisselam rəhbə deyilən yerdə deyir ki cəmaatı da qoşuram, Teymur danışır, cəmaatı qoşuram burada. Qoşun. Amma danışmayın, Teymur'un sözünü kəsməyin. Anşudu billah. Necə ki Samiri yola saldı, eyni şəkildə Teymur da yola salacaq. Ədəbdən əxlaqdan heç birine heç nə olmadan Allah'ın izniyle. Buyur Teymur. Bəli, deyir ki rəhbə deyilən yerdə Həzrət Aleyhisselam buyurdu ki kimin yadındadır yevmə Kadir-i Xummin? Kadir-i Xum kimin yadındadır? Deyir ki vəla yaqumu illa man qad ra'ahu faqama isla aşarat. 12 nəfər qalxdı rəhbədə. Dedi bizim yadında Kadir-i Xum. Selamun aleyküm. Aleyküm salam. Diyan kəsmə heç kim sözünü qoy danışsın Teymur. Faqalu onlar dediler ki 12 nefer. Biz gördük Peygamber salavatullah Kadir-i Xum'da buyurdu ki ben kimin mevlasıyım? Ali de onun mevlasıdır. Allah onun dostlarına yardımcı olun, düşmanlarına düşman olsun. Ve Hazreti Aleyhisselam'ın elinden tutup ve hulasa bazı adamlar der ki burada iqrar eləmədi. Faqama illa salasatan lam yaqumu. 3 nəfər qalxmadı, iqrar eləmədi sahabalardan, Kadir-i Xumlardan. Fədda aleyhim. Hazreti Aleyhisselam onları nifrin elədi. Mücahid, əmi sənə göstərsin ki, dua kəlməsi ərəbdə 2 dənə mənada gəlir. Həm mənfi, həm müsbət. Dua gəlir burada, yəni ki, qarğış elədi. Nə demək ilə, Hazreti Aleyhisselam onları dua elədi. Dua ərəbdə 2 mənada, əks mənalarda gəlir. Fədda aleyhim. Hazreti Ali onları dua elədi, nifrin elədi. Fəəsabətum dəvətu. Hazreti Aleyhisselamın qarğışı onları tutdu. Hardan oxudum? İbn Kəsir Əl-Bidayət və Nəhayyə. Baxız, Musnad Əhməddə Əhməd ibn Həmbal bunu 2-ci cildinin 270-ci səhifəsində 964 nömrəli hədisdə gətirir. Fəddağa aleyhim. Deyir Həzrət Aleyhisselam onları qarğış elədi. Fəəsabətum dəvətu. Həzrət Aleyhisselamın qarğışı onları tutdu. Kitabın mühəqqiqi Musnad Əhmədin mühəqqiqi Şüeyb Ərnaut deyir ki Həsənun li qeyri. Bu hədis Həsəndir başqa ravilərin vasitəsilə. Deməli Musnad Əhməddən də gətirmişim üçün, İbn Kəsirdən də gətirdim. Həzrət Ali onları qarğış elədi. Görəsən Kadir-i Xumda nə olmuşdu ki bunlar iqrar eləmədilər? İqrar eləmədilər, Həzrət Aleyhisselam onları nifrin elədi. Bax bu da siz cavabı. Bana demişdiniz ki nə qədər İbn Kəsir, Musnad Əhməd var, başqa şey qəbul eləmə. Ona xatır buradan da gətirdim.